İrsinin Duhası kitabının təqdimat mərasimi keçirilib. Həmçinin Ulu Öndər, Ümumilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tələbələr arasında yaradıcılıq festivalda baş tutub. Daha ətraflı sujetimizdə. Ötən həftə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında Bədii Yaradıcılıq Müsabiqə Festivalının yekun konserti keçirilib. Heydər Əliyev sarayında təşkil olunan tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər. Konsert proqramında tələbələrin ifasında Ulu Öndərə həsr olunan musiqi əsərləri səsləndirilib, bədii qiraətlər və rəqs kompozisiyaları təqdim olunub. Festivalın müxtəlif mərhələlərindən uğurla keçən iştirakçılar final səhnəsində münsiflər heyətinin qarşısında bacarıqlarını nümayiş etdiriblər. Bu müsabiqə festival deməli Elm və Təhsil Nazirliyinin, bir də Elm və Təhsil İşçiləri Respublika Həmkarlar Komitəsinin birgə tədbiridir. Bir aydan çox işimizin bəhrəsini görəcəyik. İnşallah mən inanıram ki, bizim gənclərimiz, tələbələrimiz bizim üzümüzə ağardacaqlar. Həm münsiflərin üzünü ağardacaqlar, həm də öz üzlərini. Tədbirin özəlliyi də ondan ibarətdir ki, universitetləri hardasa o tələbələri biz birləşdiririk. Yəni bir əsəri bir neçə universitetin tələbələri oxuyur və yaxud da bir rəqsi bir neçə universitetlərin tələbələri rəqs eləyir. Bir birlikdir. Hələ gənclər var ki, onlar bilmirlər ki, onların doğrudan da istedadları var. İstedadları onlarda kimsə görməlidir. Onlara imkan yaratmalıdır ki, onlar səhnəyə çıxsınlar və bugünkü müğənnilər var ki, onlar məhz bu festivaldan çıxıblar. Bu müsabiqədə biz təkcə Bakı şəhərində yerləşən yox, eyni zamanda bölgələrimizdə yerləşən Qarabağ Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, eyni zamanda Naxçıvan Dövlət Universitetləri tələbələri arasında aparılmış bu müsabiqə layihədir və həmin müsabiqələrdə daha çox fərqlənmiş tələbələr bugünkü yekun konsertə dəvət olmuşlar. Müsabiqə festivalın əsas məqsədi tələbələrin bədii yaradıcılığa marağını artırmaq, mədəni potensiallarını inkişaf etdirmək və Ulu Öndərin mədəniyyət sahəsindəki zəngin irsini təbliğ etməkdir. Azərbaycan Memarlıq İttifaqı Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə Böyük Ustad Memar Əcəmi Naxçıvaninin 900 illik yubileyini həsr